Bugün redaksiya olaraq nəzərinizə çatdırmaq istəyirik ki, Şəmkir rayonu Qaralar kənd uşaq bağçasının müdiri Bəsti xanım öz vəzifəsini vicdan və ləyaqətlə icra etmir. Belə ki, daha aydın desək, ayın 19-u, yəni bugün səhər saat 10 radələrində adı çəkilən Şəmkir rayonu Qaralar kənd uşaq bağçasında olduq. Lakin qarşılaşdığımız mənzərə heç də ürək açan deyildi. Belə ki, bütün sənədlərdə göstərilən 15 uşaqdan yalnız 6-sı dərslərdə iştirak edirdi. Müdiriyyətdən və rəhbərlikdən və müdiriyyətdən soruşduqda isə ki, bu uşaqlar haradadır, cavabında bizə minlərlə bəhanə gətirdi. Lakin kağızla, sübutla, sənədlə göstərə bilmədi ki, 15 uşaqdan 6-sı buradadır, bəs qalanları haradadır. Buradan belə nəticəyə gəlmək olur ki, Bəsti xanım öz vəzifəsindən sui-istifadə edir. Az uşaq olmağına baxmayaraq uşaqların sayını çox göstərir. Maraqlıdır, bəs görəsən Şəmkir rayon təhsil sektorunun müdiri Elşən Zeynaloğlu Ələsgərov niyə bu məsələ ilə bağlı ciddi bir tədbir görmür? Görəsən, Elşən müəllimin bu məsələdən, bu qanunsuzluqdan xəbəri var, yoxsa yox? Məsələ ilə bağlı üzümüzü tuturuq bütün aidiyyatı qurumlara və güc strukturlarına. Körpə fidanlarımızı və onların gələcəklərini əmanət etdiyimiz bir təhsil ocağı bu vəziyyətdə olmamalıdır. Unutmayaq ki, körpələr üçün gələcək məhz həmin bağçalardan başlayır. Məsələ ilə bağlı araşdırmamız davam edir və bütün güc strukturlarından, aidiyyatı qurumlardan xahiş edirik ki, Bəsti xanımın və onun gördüyü bütün işlər ciddi sürətdə araşdırılsın və barəsində lazımi tədbirlər görülsün. Məsələ ilə bağlı araşdırmamız davam edir. Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.